Salam, bugün sizə sözün başlanğıc formasını izah edəcəm. İzaha keçməzdən əvvəl abunə olmağı, rəy bildirməyi və bəyənməyi unutmayın. Siz kanala dəstək olun ki, belə izahlarımız davam eləsin. Başlayaq. Qar kimi dumaq, pırtdaşıq saçları mütəkkənin üstünə dağılmışdı. Nümunəsindəki feili ay doğru fikirdir. Deməli, bizim feilimiz dağılmaqdır. Dağılmaq sadədir. Dağıntı da var, o da sadədir. Mış burada şudidir. Dıdakı deməli idinin qısaldılmış, şəkilçələşmiş formasıdır. Bunun başlanğıc forması da ki, qrammatik şəkilçiyə qədər olan hissədir. Bilirsiniz ki, başlanğıc formaya qrammatik şəkilçilər daxil olmur. Gəlin baxaq. Deyir ki, kökü isimli amonimdir. Bu dağ isminə aiddir, alınmadır. Bunda dağıldı. Kökü ilə başlanğıc forması fərqlidir. Kökü də başlanğıc forması dağılmaqdır. Tərkibindəki şəkilçilər başlanğıc formaya daxil deyil, düz deyir. Qrammatik şəkilçilər başlanğıc formaya daxil olmur. Həm sadə, həm düzəltmə söz kimi düşünülə bilər, xeyir. Tərkibində bir leksik, iki qrammatik şəkilçi var, düzgün deyil. Cavab olacaq burada C variantı. Sonra, başlanğıc formada verilmiş sözləri müəyyən edin. Aha, baxaq, yazılmış, yazmaqdan, yazılmaq, yazılmış. Nəqli keçmiş zaman şəkilçisi var, qrammatik şəkilçi var, alınmadı. Çalış, bəli, başlanğıc formada verilib, kökü də çalışmaqdır. Başlanğıc forması da gətirməkdə, gətirdi şəklindədir. Bu başlanğıc formada verilmədi. Tərkibində şudi keçmiş zaman şəkilçisi var. Yaşıllaşırda qrammatik şəkilçi var, alınmadı. Əməllərdə larlər cəm şəkilçisi var, alınmadı. Dostluq amma başlanğıc formadadır. Dostdan dostluq yaranıb. Sonra yaşıldan yaşıllaşır şəklindədir. Yaşıllaşmaqda. İndiki zaman şəkilçisi var. Meşəlikdir. Burada şəxs xəbəri şəkilçisi var. Sözün kökü meşəlik leksik şəkilçidir. Bu isə başlanğıc formadadır. Amma deməli, burada şəxs xəbəri şəkilçisi olduğuna görə alınmadı. Şirkətdə, burada yerlikar şəkilçisi var. Deməli, bu da başlanğıc formada verilməyib. Məktəb başlanğıc formadadır. Kökdə məktəbdir. Çiçəkləndi. Şudi keçmiş zaman şəkilçisi var. Alınmadı. Çiçəkdən, çiçəklənmək, çiçəkləndi. Başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissədir. Başdan, başlamaq yaranıb. Bunun deməli, başlanğıc forması başlaya qədər olan hissədir. Maqmək qrammatik şəkilçidir. Alınmadı. Fərəh, fərəhlənmək, fərəhlənmək. Fərəhlənir. Burada gördüyünüz kimi qrammatik şəkilçi var. Başlanğıc formada deyirlər. Alınmadı. Sonra boğça, boğçadakı, göldən, gölməçə, düşməkdən də ki, düşərgə yaranır. Aha, deməli, burada nə baş verdi? Bu başlanğıc formadadır. Çünki tərkibində leksik şəkilçilər var və leksik şəkilçilər olanda bilirsiniz ki, başlanğıc formaya daxil olur. Başlanğıc formada ilə baxın, bunlardır. Meydançadakılar sözünün başlanğıc forması hansı cavabda düzgün göstərilmişdir? Gəlin özümüz birinci baxaq. Deməli, bir saniyə. Meydan sözün köküdür. Ça deməli burada leksik şəkilçi, daki leksik şəkilçidir. Lardakı qrammatik şəkilçidir. Başlanğıc formasındakı qrammatik şəkilçiyə qədər olan hissədir. Meydançadakı sözü mənə lazımdır. Bu söz də verilib deməli B variantında. Burada deməli ları daxil ediblər, olmaz. Sonra A variantında kök və şəkilçiləri ayırıblar. Həm leksik, həm qrammatik, olmaz. Burada daki şəkilçisini ayırıblar. Burada daki şəkilçisini parçalayıblar ki, bu da düzgün deyil. Ona görə cavabımız oldu bizim deməli 3də bu variantı. Sonra digərinə baxaq. Xalamgildəkini sözünün başlanğıc forması müəyyən edin. Xala sözün köküdür. M qrammatik şəkilçidir. Gil leksik şəkilçidir. Dakidəki leksik şəkilçidir. Nidəki qrammatik şəkilçidir. Deməli, qrammatik şəkilçiyə qədərki hissə sözün deməli başlanğıc formasıdır. Xalamgildəki. Sonuncu leksik şəkilçim dəkidir. Onun arasında olan mənsubə şəkilçisi M-nı da götürməli olacam mən. Bilirsiniz ki, gildən, sizdən, kidan və daki şəkilçinin əvvəl qrammatik şəkilçilər gələ bilər. Sonuncu leksik şəkilçini götürüb başlanğıc formasının işarəsini bağlayırıq.
Deməli, cavabımız olacaq bizim burada A variantı. Sonra ismin hansı halında olan söz adətən başlanğıc formada sayılır. Əlbəttə ki, adı qaldı olan söz. Başlanğıc forması səhv göstərilmiş söz. Gəlin baxaq. Mənəviyyatda, burada deməli şəkilçimiz yaddır. Mənəvi sözün köküdür, düzdür. Danlamırlar. Danlamaq sözün köküdür, başlanğıc formasıdır. Buradakı deməli deməli inkar şəkilçisi indiki zaman, lardakı şəxs xəbəri şəkilçisidir, düzdür. Uşaqlığım, uşaq sözün kökü, lıq deməli leksik şəkilçi, ındakı mənsubə şəkilçisidir, düzgündür burada da. Çünki qrammatik şəkilçini başlanğıc formasına aid olan işarəyə aid etməyiblər. Hazırlayırsan, hazırlamaq, buradakı indiki zaman, sandakı şəxs xəbəri şəkilçidir ki, başlanğıc formasına aid edilməyib. Sözün kökü hazırdır, hazırlamaq. Bunlar düzdür, deməli, səhv oldu burada E variantı. Gəlin baxaq, təmiz sözün kökü, təmizləmək, təmizlənmək, təmizlənir. Deməli, bunun başlanğıc forması n-nı da daxil edib, işarəni bağlamalıydı. Baxın, belə bu şəkildə olmalıydı. Ona görə yanlışlığa yol verilib, cavab oldu E variantı. Sonra 7-yə baxaq. Sözlərdən birində başlanğıc forma düzgün deyil. Baxaq görək. Mərdlikdə, mərd sözün kökü, lik leksik şəkilçi, başlanğıc formaya daxildir, düzdür. Yazmaq, yazı, yazıçılardan, bu da doğrudur. Qrammatik şəkilçilər aid etməyiblər. Qırıntı, qırmaqdan qırıntı, bu da doğrudur. Deməli, elə leksik şəkilçi var, başlanğıc formadadır. Dağıntı sadə sözdür. Burada ıntı şəkilçisini parçalamalı deyildi. Ona görə cavab oldu D variantı. Su ismindən susamaq feili yaranıb. Maqmək qrammatik şəkilçidir və onu daxil eləməyiblər, düzdə eləyiblər. Cavab oldu burada, deməli D variantı. Sonra digərinə baxaq. Başlanğıc formada olan sözləri müəyyən edin. Ovdan, baxaq görək. Deməli, ovdan, ovçu, ovçuluq yaranıb, başlanğıc formadadır. Biri götürəcəyik. Buruqları. Burada gördüyünüz kimi cəm və təsirkar şəkilçisi var. Başlanğıc formada deyil. Burumaqdan buruq, buruqları. Sonra zavodların. Burada gördüyünüz kimi lar şəkilçisi və ın şəkilçisi var ki, qrammatik şəkilçilərdir. Başlanğıc formada deyil. Bağbanın ın şəkilçisi var, qrammatik formadadır, qrammatik şəkilçidir. Başlanğıc formada deyil, bağban şəklindədir, düzgün alınmadı. Qardaşlıq, baxın bunu götürmək olur. Qardaş, qardaşlıq. Məktəblilərə, burada deməli cəm və yönükar şəkilçisi var, gördüyünüz kimi, bu da alınmadı, başlanğıc formada deyil. 2 dənə qrammatik şəkilçimiz var, cəm və hal şəkilçisi. Sonra məktəb sözün kökü li leksik şəkilçidir, bir dənə leksik şəkilçimiz var. Güldan, dakı. Başlanğıc formadadır. 2 dənə leksik şəkilçimiz var. Evdarlıq, evdən, evdar, evdarlıq. Burada da 2 dənə leksik şəkilçimiz var və başlanğıc formadadır. Cavab oldu 1, 5, 7 və 8 E variantı. Sözlərdən birinin başlanğıc forması düzgün göstərilməmişdir. İrəliləməkdədir. Baxaq görək, bu düzgün göstərilib. İrəli zərfindən irəliləmək feili yaranıb. Bunlar da qrammatik şəkilçidir, doğru. Sonra, baxın, səhv budur. Qışqırmaqdan, qışqırtıya. Deməli, t-nı da götürüb bağlamalıydılar. Burada yanlışlığa yol veriblər. Pərdələnmişdir. Bu doğrudur əlbəttə ki. Pərdədən, pərdələnmək. Yaylaqdan, yaydan, yaylaq. Yaylaqlarda getdi. Pərdə, pərdələnmək. Bunlar doğrudur. Qrammatik şəkilçilər daxil edilməyib. Bu özü leksik şəkilçilərdən ibarətdir. Və deməli, başlanğıc formadadır. Cavab oldu burada B variantı. Sonra digərinə baxaq. Başlanğıc forması kök və 2 leksik şəkilçinin ibarət olan söz hansıdır? 2 və deməli kök və 2 leksik şəkilçinin ibarət başlanğıc forması.
Meşə sözün kökü, lik, də var burada, qrammatikdir. Burada deməli bir leksik oldu. Başlanğıc formasında bir dənə leksik şəkilçi var, alınmadı. Yaxşıdan, yaxşılaşmaq, yaxşılaşdırmaq, yaxşılaşdırıldı. Aha. Deməli, burada 3 dənə leksik şəkilçi var başlanğıc formasında. 2 dənə lazımdır bizə. Sərhəddən, sərhədçilər, imiz, yox, bu da alınmadı. Burada 2 dənə qrammatik, bir dənə deməli leksik şəkilçimiz var. 2 dənə leksik şəkilçi lazımdır. Döyməkdən, döyüş, döyüşçülər, aha. Cavabımız elə olacaq, baxın bu. 2 dənə burada leksik şəkilçi var. Bəli, cavabımız D variantıdır. Tarladan, tarladakılar. Burada bir dənə leksik şəkilçi dakı var idi. Başlanğıc forması da qrammatik şəkilçiyə qədər olan hissəsidir. Cavab oldu D variantı. Digərinə baxaq. Hansı sözün kökü səhv, başlanğıc forması düzgün göstərilmişdir. Deməli, kökü səhv olsun. Başlanğıc forması düzgün olsun. Baxaq. Namünasibdir. Aha, burada münasib kökdür. Namünasib də ki, başlanğıc formadır. Baxın, burada səhv göstərildi. Amma başlanğıc forması düzgün göstərildi. Aparmaq sözün köküdür. Apartmaq, apartdırmaq, apardırılmaq və D. Aha, aparmağı buna kökü deməli düzgün göstəriblər. Apartdırılmaq elə başlanğıc formasına düzgün göstəriblər. Başlanğıc formasına qrammatik şəkilçi daxil deyil. Qarışıqlıq. Aha, qarışmaqdan qarışıqlıq yaranıb. Aha, qar deyil sözün kökü. Kökü səhv göstərilib. Qarışıqlıq, başlanğıc forması da səhv göstərilib. Süründürməkçilik, sürməkdən, sürünmək, süründürmək, süründürmə, süründürməçilik şəklində olacaq burada. Aha. Deməli, kökü sürməkdir. Süründürməçilik başlanğıc forması səhv göstərilib. Kökü düzgün göstərilib. Doğmalarımız, doğmalarımız şəklindədir. Doğma, aha. Burada deməli doğ sözü, sözün köküdür. Doğma sözün başlanğıc forması ikisi də səhv göstərilib. Ona görə deməli bu da alınmadı. Sonra baxırıq digər testimizə. Yenə oldu burada cavabımız A variantı. Sonra 12. Hansı sözün kökü düzgün, başlanğıc forması səhv göstərilmişdir? Eyni testi demək olar. Kökü deməli, amma burada deyir kökü düz olsun, başlanğıc forması səhv olsun. Aha. İşıqdan, işıqlanmaq, işıqlandırmaq, işıqlandırılmaqmışdır. Deməli, gəlin baxaq. İşıq sözün köküdür. Kökü düzdür. İşıqlandırılmaq elə başlanğıc forması düzdür. Narahatlıqdan. Rahat sözün köküdür. Na leksikdir. Lıq leksikdir. Dan qrammatikdir. Rahat kökdür, düzdür. Narahat, aha, baxın, başlanğıc forması səhv göstərilib. Cavabımız elə oldu burada, bu variantı. Digərinə də baxaq. Deməli, görməkdən, görünmək, görüntü, görüntülərdəki. Bu da leksikdir. İndi baxaq. Bu səhvdir. Görmək sözün köküdür. Görüntülərdəki başlanğıc forması. Bunu düz göstəriblər, amma səhv olmalıydı bu. Sonra qovuşanlar. Qovuşmaq sözün köküdür. Qovuşanlar. Aha, baxırıq. Qov kök deyil, səhvdir. Qovuşan başlanğıc forma deyil, qovuşmaq başlanğıc formadır. Ona görə deməli, bu da düzgün olmadı. Getdi. Dəyişilmişdir. Dəyişmək sözün kökü illeksikmişdir. Qrammatik. Dəyişmək sözün köküdür. Dəyişmək səhvdir. Dəyişilmək başlanğıc formadır. Buna səhv veriblər. Sonra baxırıq digərinə. Fikirlərdən biri səhvdir. Sadə sözlərdə sözün kökü ilə başlanğıc forması eynidir. Bəli, məsələn, yazıram bura məktəb sözünü. Bu sözün həm başlanğıc forması deməli məktəb olacaq, həm də ki onun kökü deməli məktəb olacaq. Kökü məktəb oldu, başlanğıc forması da həmçinin. Sözün başlanğıc forması onun leksik mənasını ifadə edir, düzdür. Məsələn, bura bir dənə yazaq kitab sözünü. Bunun həm başlanğıc forması, həm də ki kökü kitabdır və onun leksik mənasını ifadə etmiş olacaq. Adı qaldı olan isimlər həmişə başlanğıc forma hesab edir, səhvdir. Məsələn, mən buraya yazacağım ki, kitablar. Gördüyünüz kimi, kitab adı qaldadır, amma gördüyünüz kimi, mən buna qrammatik şəkil üçün əlavə etmişəm və artıq bu başlanğıc formadan çıxıb.
Leksik şəkilçidən sonra gələn qrammatik şəkilçi başlanğıc formaya daxil edilmir. Bəli, düzdür. Məsələn, buraya yazaq ki, çörəkçilər yazaq. Çörəkçilər. İndi baxırıq bura. Çörəkçi leksik şəkilçidir, çi burada və bundan sonra gələn qrammatik şəkilçi başlanğıc formaya daxil edilməli. Doğru fikirdir. Fe'lərin başlanğıc forması onların qrammatik şəkilçiyə qədər kilsə də tamamilə doğrudur. Ondan sonra baxırıq digərinə. Həm kökü, həm də başlanğıc forması qopulan fel hansıdır? Vurğuyu əsasən müəyyənləşdirəcəyik. Qoparar. Deməli, qoparar nə edər? Deməli, gördüyümüz kimi bu qeyri-qəti gələcək zaman şəkilçisi qopmaqdan qoparmaq, qoparar. Və zaman şəkilçiləri vurğu qəbul eləyir. Sözün başlanğıc forması qoparmaq feilidir, alınmadı. Qopararsa, sasə isənin qısaldılmış formasıdır. Vurğu qəbul etmədiyinə görə atı bunun üstünə. Qopmaqdan qoparmaq, qopararsa. Burada deməli, qeyri-qəti gələcək zaman şəkilçisi və isənin qısaldılmışı var. Sözün deməli, başlanğıc forması yenə qopardı, getdi. Qoparmış, nə edərmiş, qoparmış, Deməli, qopmaq sözün köküdür, ar, qeyri-qəti, mışdakı imişin qısaldılmış forması, başlanğıc forması da, bunun deməli, kökü də qop feilidir. Elə bizdən bunu istəyirdi. Qoparmalıdır, nə etməlidir? Baxırıq bura. Deməli, qoparmalıdır da. Qoparmaq yenə sözün başlanğıc formasıdır. Malı burada qrammatikdir, dır da qrammatikdir. Dır şəxs xəbəri şəkilçisi olduğuna görə vurğunu atıb, baxın, burada bunun üstünə. Yenə burada da sözün kökü arda leksik şəkilçidir, alınmadı. Sonra qoparmamışam. Bir şey yadda saxlayın ki, inkar şəkilçisinin əvvəl leksik şəkilçi olur. Sonra qrammatik şəkilçi gəlir. İndi gəlin baxaq. Qop sözün köküdür. Yenə burada deməli ar leksikdir. Burada qrammatik şəkilçi inkardır. Mış nəqli keçmiş zamandır. Buradakı əmdəki şəxs xəbəri şəkilçisidir. Birinci şəxsin təkinə aiddir. Mamə vurğu qəbul etmədiyinə görə atıb arın üzərinə vurğunu. Leksik şəkilçi vurğu qəbul edib. Sözün kökü qopdu, amma başlanğıc forması qopardı. Ona görə cavabımız 14-də oldu, C variantı. 15-ə baxaq. Hansı sözün başlanğıc forması düzgün, kökü səhv göstərilib? Başlanğıc forması deyir, düzgün olsun, kökü səhv göstərilsin. Başlanğıc forması düzgün, kökü səhv göstərilsin. Baxın, burada cavab olacaq da C variantı. Dağılmaq sözün həm başlanğıc forması, həm də köküdür. Kökü səhv göstərilib. Digərlərində baxırıq. Çağırmaq düzgündür. Sözün kökü çağırmaqdır. Çağırışçılar düzgündür. Sözün kökü bağdır. Bağlamaq onun başlanğıc forması. Bir yanlışlıq yoxdur. Sözün kökü yağdır. Yağlamaq göstərilir. Orada bir səhvlik yoxdur. Cavab oldu burada C variantı. Burada da başlanğıc forması səhv göstərilir B variantında. Ayrılmaq elə sözün köküdür. Ayrılmaq həm başlanğıc forması, həm də köküdür. Ayrılmaq. Sonra digərinə baxaq. Başlanğıc formada olan sözləri müəyyən edin. Yəni qrammatik şəkilçi olmasın deyir. Gəlin baxaq. Güldan, gül, güldan, güldandakı düzdür. Düşərgəmiz, düşməkdən, düşərgə, düşərgəmiz qrammatik şəkilçi var, alınmadı. Tapşırmaqdan, tapşırıq götürəcəyik, düzdür. Halallaşdı, şuli keçmiş zaman şəkilçisi var. Halaldan, halallaşmaqdır, alınmadı. Sonra yaradıcılıq, yaratmaqdan, bu düzdür. Baxın, düzdür. 1, 3, 5. Böyüdülmüş, böyüməkdən, böyütmək, böyüdülmüş, bu şəkildə olacaq. Sözün deməli, başlanğıc forması, baxın, bu hissədir. Burada nəqli keçmiş zaman daxil deyil. Ona görə cavab olacaq burada 1, 3, 5. Sonra baxaq digərlərinə. Başlanğıc formada olan sözləri müəyyən edin. Alarkən, arkən burada qrammatik şəkilçili getdi. Yüngüllük, yüngüldən yüngüllük düz deyir. Başlanğıc formada da leksik şəkilçi var. Ambardar, düz deyir.
Ambar, dar, düzləyir. Leksik şəkilçi var, başlanğıc formadadır. Çiyələk, sadə sözdür, başlanğıc formadadır. Götürürük. Kitablar, cəm şəkilsi qəbul edir, başlanğıc formadan çıxıb. Müəlliməm, aha, mənim müəlliməm. Müəlliməm, ay yox, bu əm şəxs həbər şəkilsidir. Mən müəlliməm. Bəli, bu mənsubi şəkilsi deyil. Deməli, burada da şəxs xəbəri şəkilsi olduğuna görə bu da alınmadı. Cavab oldu burada 2, 3 və 4. Bugünün izahımız bu qədərdir. Sağ olun.